Dördüncü divarın sökülməsi anlayışı haqqında danışacağıq. Sir deyil, əfsun deyil. Teatr səhnəsində 3 divar var. Sağ, sol və arxa divar. Dördüncü divar tamaşaçılarla səhnə arasındakı xəyali divardır. Bir növ gözə görünməz şüşə kimidir bu divar. Bu dördüncü xəyali şüşə divar tamaşaçının səhnədəkiləri gördüyü, səhnədəkilərin isə tamaşaçılar orada yoxmuş kimi davrandığı bir sənət illüziyasını ifadə edir. Klassik teatrda bu divar müqəddəs, sökülməsi küfr hesab olunan bir estetik anlayış idi. Tamaşaçı elə bil bir qapı deşiyindən onların xəbəri olmadan onların həyatını pusurdu. 20-ci əsrdə Bertolt Brecht özgələşdirmə effekti adlandırdığı metodla bu dördüncü divarı dağıtdı. Aktyorlar, aktrisalar üzünü tamaşaçıya tutub danışmağa başladılar. Baş verən hər şeyin şərtilik, bir piyes, əsər olduğunu gizlətməyi rədd elədilər. Hər hansı personaj qəfildən üzünü tamaşaçılara tutub mənə qulaq asın, indi sizə bir şey danışacağam deməyə başladı. Burada artıq tamaşaçı pasiv vəziyyətdən çıxdı. Piyesin etik, estetik, ictimai məzmunu bölüşən, düşünən dərd ortağına çevrildi. Brechtin fikrincə teatr tamaşaçının özünü unutduğu, vaxtını öldürdüyü, başını qatdığı yer yox, dünya haqqında düşünməsinə təkan verən bir sarsıntı məkanı olmalıdır. Bunun üçün aradakı xəyali divarı sökmək, götürmək lazımdır. Roman sənəti də bu inqilabi yenilikdən öz payını götürdü. Ənənəvi realist təhkiyədə yazıçı görünməzdir. Həmişə optimal məsafədə olmalıdır. Postmodern romanda təhkiyəçinin əsərdə oxucuya müraciət elədiyi anlar peyda olmağa başladı. John Fowles Fransız leytenantının xanımı romanının ortasında üzünü oxucuya tutub deyir ki, əsər 19-cu əsrdən bəhs eləsə də, mən 20-ci əsrdə Roland Barthes dövründə yaşayıram. Deməli, mənim təhkiyəm başqa cür olmalıdır. Italo Calvino əgər bir qış gecəsi bir səyyah romanında oxucunu əsərin əsas personajına çevirdi. Oxucu artıq təkcə oxuyan yox, həm də romanın tərkib hissəsi oldu. Kinoda isə dördüncü divar kameranın gözü, baxış bucağıdır. Bu da qırıldı. Məsələn, Woody Allen Annie Hall filmində əhvalatı nəql edərkən tez-tez kameraya baxır. Tamaşaçılarla danışır. Beləcə dördüncü divarı sökür. Kino deyir ki, mən kinoyam. Sən də tamaşaçı kimi ayıq ol. Hansı sənət növündə, hansı məqsədlərlə olur olsun, həmişə eyni sual yaranır içimizdə dördüncü divar sökülərkən. Gerçəklik və təmsil arasındakı sərhəd harda başlayır, harda bitir?